Qəhrəmanlığın əsasını qoyan ilkin şərt vətənpərvərlikdir. 44 günlük vətən müharibəsi zamanı neçə igidlərin, qəhrəmanların şəxsi rəşadəti Azərbaycan xalqının qəhrəman xalq olduğunu bir daha sübut etdi. Elə qəhrəmanı da yaşadığı mühit yetişdirir, vətən seçir. Bu qəhrəmanların ömür yolu nə qədər qısa olsa da şərəfli və örnek sayılır. Vətən müharibəsinin haqq savaşında düşmənin üzərinə qartal taşıyan igidlərdən biri Seyid nəslindən olan Mirəli Hüseynov olub. Hüseynov Mirəli Arif oğlu 1996-cı il oktyabrın 15-i Ağcabədi rayonunda dünyaya göz açıb. Mirəli Hüseynov həqiqi hərbi xidmətini snaypersi kimi yerinə yetirib. Cənab Prezidentin sərəncamı ilə qismən səfərbərlik elan olunan zaman isə səfərbərliyə cəlb olunub. Doğum gününü Səngərdə qeyd edən igidimiz oktyabrın 28-i Füzuli istiqamətində gedən döyüşlərdə şəhadətə yetişib. Mirəli Hüseynov doğulduğu Ağcabədi rayonunun Şəhidlər Xiyabanında dəfn olunub. Allah cəmi şəhidlərimizi rəhmət etsin, ailələrinə səbir versin. Efralıda Haqq Səsi bölümünün direktoru İlham Müzəffəroğlu səsləndirdi. İbrahimova Əfsanə. Yarın gelecektir. Ben gelip kalmırdım Allah. Ama ben de kaldım, ben de yazdım. Bağla. Dur bana cevap versen Allah. Yazıktı bağla. Bağla. Ay Mirali. Evet, olmasın. Mən Zəfər günü Şuşada şəhid olan Şükürov Salın anasıyam. Şuşam. Allah şəhidlərimizə rəhmət eləsin. Biz analara da səbir versin. Onun bir balaca həyatından danışın da. Onun valla həyatı oruç tuturdu, namaz qılırdı, din yolunda, məktəb oxudu. Ataya, anaya bağlı uşaq, evin bir evladı. Hansı qəhrəmanla danışır? Ulan o kadar qəhrəmanlıq olur. 44 gündə müharibəni getdi. Bütün rayonlarda, Alanda, Şuşada qəhrəmanlıq bu boyda ölkəni algılaşdı deməli. Zəfər günü. Zəfər günü. Daha doğrusu milli 8-i qəhrəmanlıq. şəhid olub, 9-u gəl. Allah günü. Allah mekanlarını cennet eylesin. Sizin oğlunuz zahmet olmasın deyin adını. Atev Tariyel'in anası. Atev Xəyalın anası? Atev Tariyel'in. Tariyelin. Lap yaxşı. Zəfər çalınan gün babamı qədərsin. Allah mekan cennet. Siz ana? Mən də şəhid Cəmaləddin Məmmədoğlu anasıyam. Allah şəhidlərimizə olsa rəhmət etsin. Onlar vətən uğrunda, torpaq uğrunda, hamısı şəhid olublar. Allah hamısı qəhrəmandır. Bacım siz deyin. Mən Ərşad Qəhrəmanovun anası. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Adamları çox. Bacım siz? Qəhrəmanov Əlmərdan anasıyam. Oğlum oradadır. Canım qurban hamısının adına. Allah bu gündə Mirələm balamızın anım günüdür, şəhadətə qovuşduğu gündür. Yeri cənnət məkanı olsun. Bütün şəhidlərimiz. Amin. Hanım sizdir. Mən Qəhrəmanov Məkanın anasıyam. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, məqamları olsun. Amin. Bacım siz? Allah şəhidlərə rəhmət eləsin, elə hamısının anasıyam. Sağ olun. Mən Quliyyət Məhəbbətin anasıyam. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanlar da cənnət olsun. Sağ olun. Mən Əsədov Muradın anasıyam. Evin bir oğludur. Allah bütün şəhidlərə rəhmət eləsin. Hamısı qəhrəmandır. Qəhrəman oğlanlardır. Vətən yolunda döyüşüblər, qəhrəmandır. Bəli. Siz bacım. Mən antiterror şəhidi İskəndər Museyevlinin anasıyam. Allah bütün şəhidlərə rəhmət eləsin. Atasına, anasına səbir versin. Qazilərimizi də sağca versin. Sağ olun. Allah size can sağlığı versin. Elə evlatlar yetiştirmişsiniz.
Kemiklenmeden. Sağ olun. Sağ ol, var olsun. Onun kolu kimi de mevzunda? Geçen yıl geldi. Bu da antiterör şehidimizdir. Antiterör. Şehidimizin anasıdır Gülzar. Mənim oğlum. He. Allah mekanı cennet eylesin hamısını. O da antiterör şehidimiz İskender'in anasıdır. Her ikisi antiterör şehidinin anasıdır. Antiterör şehitlerimiz. Allah rahmet eylesin. Allah mekanlarını cennet O eylesin. dünyalarımız. Şəhid hamısı eynidir. Hamısı ölmədi, o birisi nədir? Hamısı bir gedirlər, bir döyüşürlər. Birinci, ikinci, o birisi yoxdur. Hamısı vətən yolunda gedirsə evdən, elə şəhiddirsə, mən hər vaxt deyirəm ki, birinci deməyin. Deyil, nəyə görə? Birinci hamıdan çox əziyyət çəkdi. O vaxtı lap pis idi, vaxt zamanı. İndiki, o vaxtı heç də çox idi, sıra texnika yox idi, heç də çox idi. İndi düzdür, balamız vətən yolunda, torpaq yolunda öldü, amma indiki müharibə, onlara baxan yerdə bu şükürlüydü. Yəni o dəfəkilər zülmü çəkdi. Yəni onların hesabına hər vaxt onu mən deyirəm, xatırlayıram ki, yəni birincini demək lazımdır. Birinci müharibənin şəhidi demək lazımdır. Hər zaman onu analar xatırlasın ki, bugünkü gündə onların qanlarını bizim balalarımız alıbdır. Onu düz deyirsən, amma elə başa düşərəm ki, 44 günlük şəhidimiz onları bir daha yaşatdı. Bəs mən onu dedim. Onlar elə bir ki, birlik yarattı. Birliyimiz bir oldu. Ana bacı oldu. Hamımızı tanıdıq. Yəni birinci, ikinci yox da hamımız eyni olduq. Eyni bir ana bacı olduq. Həmişə onu deyirəm ki, mənim qardaşımın timsalında bütün o birinci Qarabağ şəhidlərinin başa çatdıra bilmədiyim ikinci Qarabağda vətən müharibəsində bizim bu 44 günlük vətən şəhidlərimiz başa çatdırdı. Allah hamısına rəhmət eylesin. Allah mekanlarını cennet eylesin. Şəhidliyə bu təşəkkür edirəm. Hamısına bilcə, burada nə qədər şey varsa, hamısının üstünə gələ-gələ. Hamısı birdir bacı, o ne deməkdir? Onu deməyin, mənim orada alışım tutur. Balamız bir yerdə gedirsə onu demək olmaz. Vallahi, sən nədir, mən nədir? Orada qardaşlar. Ay Sabir, ay Sabir. Niye battalmışam ay falan, niye bizi böyle koydun? Niye bacılarını kardeşini koydun? Niye boynu bunu koydun ay Sabir? Niye bizi böyle koydun? Deledin ay Sabir, ay Sabir. Anaları qurban.